Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Biz bilirik ki, artıq sertifikasiyanın sabah son günüdür. Mən də bu gün sertifikasiya imtahanında iştirak etdim və öz kurikulum suallarımla bağlı məqamları sizinlə bölüşəcəm. Sizə dəqiq məlumatlar verəcəm. Demək müəllimlər, ilk öncə onu vurğulayım ki, onsuz da hazırlaşmısınız, ixtisası bilirsiniz, bunu müəyyən bir mənada yazacaqsınız. Lap nə qədər bilsəz belə o 50 sualın üzərində düşünmək var. 50 sualdan sonra gəlib kurikulumun bu uzun cümlələrinə baxanda siz burada deyək ki, düz yazma şansınızı biraz azaldırsınız. Ona görə də düşünürəm ki, ən belə deyək, kurikulumu zəif bilən müəllim belə kurikulum sualları üzərində 20 dəqiqədən artıq qalmayacaq. Məsləhət görərdim ki, birinci kurikulumu yazasınız və sonraki 100 dəqiqə, 110 dəqiqə ərzində də öz ixtisas suallarınıza rahatlıqla baxasınız. Çünki belə olanda kurikulum suallarını belə deyək də, situasiyaya dəqiq yanaşmaq olmur. Halbuki bizim burada əsas şansımız o situasiyalardır ki, biz düzü ondan yazırıq. Çünki baxın, bugün suallardan iş üsullarına aid bir sual vardı, konkret məqamları bilməlisiniz ki, yazasınız. Taksonomiyanın mərhələlərindən bağlı sual vardı, 2 dənə və inteqrasiya ilə bağlı suallar vardı. Artıq bu problemli bir suala çevrilib. Və bir də doğru-yanlış sualı vardı ki, bu da təhsil prosesində emosional intellekt, yəni tapmaq olurdu. Yəni düzü səhvi görmək olurdu. Qalan digər 5 sual isə sırf situasiya üzərində qurulur və həmən situasiyalara necə yanaşmaq lazımdır. Demək, ilk sualımız belədir ki, müəllim-şagird arasında pozitiv münasibətin qurulması tədris və öyrənmə prosesinə hansı müsbət təsiri göstərə bilər? Sualın şərtindən anladıq ki, müəllimlər, biz yaxşı cavabı tapacağıq. Bu bizim üstünlüyümüzdür. Baxırıq variantlara. A variantında şagirdlərin müəllimdən asılılığını artıraraq onların müstəqil fəaliyyətinə mane olur. Bu bizim müsbət cavab deyil, götürmürük. B variantı. Şagirdlərin yalnız qiymət almağa maraq göstərməsinə səbəb olur. Bu da müsbət hal deyil, ənənəvi təhsilə aiddir. C variantı. Təlim prosesində şagirdlərin fəallığını məhdudlaşdırır. Təbii ki, bu da mənfi bir cavabdır. D variantı. Müəllimin şagirdlə ehtimada əsaslanan sağlam münasibət qurması nəticəsində valideyn müdaxiləsinə ehtiyac azalır və təhsil prosesində əməkdaşlıq mühiti formalaşır. Burada pis mənada demir valideyn müdaxiləsi azalır. Yəni, müəllimlə şagird arasında o davranışların sərgilənməsi olsun, digər məqamlar olsun, çox da valideyni cəlb edib ara düzəltməyə, belə deyək, lazım gəlinmir. Bu cəhətdən bildirir və doğru vurğulayır. Sonra E variantında isə belə bir məqam öz əksini tapır ki, şagirdlərdə öyrənmə məsuliyyətini zəiflədir. Xeyr, əksinə bizim müsbət cavabımız B variantıdır. Digər sualın şərtini oxuyaq. Dərs prosesində şagird tapşırıqlara cavab vermək istəmir. Həvəssizdir. Dərsdə fəallıq göstərmir və əhval-ruhiyyəsinin aşağı olduğu müşahidə edilir. Müəllim vəziyyətin səbəblərini araşdırmaq üçün şagirdlə fərdi söhbət aparır, valideynləri və dostları ilə əlaqə saxlayır, onun davranışını, emosional vəziyyətini öyrənməyə çalışır və yaxud da öyrənir. Burada deyil, hansı cavab müəllimin yanaşmasından xəbər verəcək. A variantında. Deməli, burada da biz müsbət cavab axtarmalıyıq. Çünki müsbət məqamı gördük müəllim tərəfindən. Bax, yenə deyirəm, sualın şərtini oxuduq. Müsbəti mi, mənfini mi tapacağım? Birinci bunu müəyyənləşdiririk. A variantında. Müəllim şagirdin zəif iştirakını nəzərə alaraq ona əlavə tapşırıqlar verir və daha çox çalışmasını tələb edir. Təbii ki, biz situasiyada bunu görmədik. Əksinə müəllim onu araşdırdı, onun problemini maraqlanmağa çalışdı. B variantı. Müəllim yaranmış vəziyyəti intizam problemi kimi qiymətləndirərək şagirdə xəbərdarlıq edir. Bu da kobud cavabdır. Təbii ki, buna ehtiyac yoxdur. Əksinə müəllim araşdırıb. C variantı. Müəllim şagirdin fərdi xüsusiyyətlərini, emosional vəziyyətini və sosial mühitini araşdıraraq ona uyğun dəstək göstərməyə çalışır. Təbii ki, müsbət cavabımız budur və situasiyanı da özündə əks etdirir. Digər məqam nədən ibarətdir? D variantına baxaq. Müəllim bütün şagirdlərə eyni yanaşmanı tətbiq edir. Olmaz. Bilirsiniz ki, şagirdlərə fərqli yanaşmalıdır. Amma yenə ardını oxuyaq. Və fərdi xüsusiyyətləri nəzərə almır. Bu da təbii ki, bizim səhv mənfi cavabımızdır. E variantı. Müəllim yalnız şagirdin akademik nəticələrinə əsasən onun haqqında qərar verir. Gözəl bir cümləmiz var. Deyək, bir insanın dəyəri onun nailiyyətləri ilə bağlı olmamalıdır. Təbii ki, akademik nəticə şagird haqqında da qərar verməyə əsas vermir. Təbii ki, məlumat verir, amma bütövlükdə tamamilə əsas vermir. Bu da yanlış cavabdır.
Digər variantımıza biz, daha doğrusu sualımıza baxacağıq. Deməli, sual belədir ki, müəllimlər, hər variantda dərs prosesini verir və aşağıda müəllimin fəaliyyətini istəyir. Cavabda deyir ki, müəllimin fəaliyyətinə dərs prosesinə uyğun gəlmədiyi cavabı seçin. Burada gördüyümüz kimi A variantında müəllim yeni mövzunu sadədən mürəkkəbə doğru izah edir, şagirdlərə ardıcıl tapşırıq təqdim edir. Burada müəllimin fəaliyyəti şagirdlərin mövzunu mərhələli şəkildə mənimsəməsinə şərait yaradır. Təbii ki, ardıcıllıq var və bu uyğunluq gözlənilən cavabdır. Digər B variantı. Dərs prosesi belə verilib ki, müəllim şagirdlərə müxtəlif mənbələri müqayisə etməyi, fərqli fikirlər irəli sürməyi və öz mövqelərini əsaslandırmağı tapşırır. Baxın, öz mövqeyini əsaslandırmaq, fərqli fikirlər sürmək. Müəllim fəaliyyətini həqiqətən də yazıb ki, şagirdlərə tənqidi yaradıcı təfəkkür inkişaf edir. Bu da doğru uyğunluqdur. Bizə uyğunsuzluq lazımdır. C variantında dərs prosesi belədir ki, müəllim şagirdlərin hazırlıq səviyyəsini nəzərə alaraq müxtəlif çətinlik dərəcəsində tapşırıqlar təqdim edir. Yəni şagird fərqliliyi nəzərə alır. Bəli, müəllim fəaliyyəti təlimdə differensial yanaşmanı həyata keçirir. Bu da doğru variantdır. Digər cavablara baxırıq biz. Deməli, D variantında deyir ki, müəllim şagirdlərin maraqlarını, ehtiyaclarını və fərdi xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət təşkil edir. Fəaliyyət də odur ki, şəxsiyyət yönümlü yanaşmanı tətbiq edir. Yəni, dərs prosesinə fəaliyyət, uyğunluq təşkil edəcək. E variantına baxaq. Dərs prosesi bundan ibarətdir ki, müəllim şagirdlərə problemli situasiyalar təqdim edir, onları müzakirəyə həll yoluna cəlb edir. Amma müəllimin fəaliyyətinə yazıb ki, şagirdlərdən yalnız faktları əzbərləməyi tələb edir. Təbii ki, xeyr, əksinə müzakirəyə cəlb etdi, həll yoluna cəlb etdi. Burada şagirdi əzbərə cəlb etmədi. Uyğunsuzluq məhz E variantında öz əksini tapıb müəllimlər.